Xanlar bəy, Rusiya Abbas Abbasovu Azərbaycana təhvil verəcəkmi? Biz Abbas Abbasovu sökə-sökə alacaq. Alacağıq. Alacaq. Çox sağ olun. Tək Abbas Abbasovu yox, Zahir bəy. Bəli. Onlarla, yüzlərlə adamlar Azərbaycan dövlətinin ayağına gələcək və qanun qarşısında cavab verəcək. Bunu hər kəs bilsin. Abbas Abbasov və onun paydaşları Milli Təhlükəsizlik Nazirliyində oturan Ruben Vardanyanın qonşu otaqlarında olacaqlar və eyni zamanda onlara haqq tanınacaq ki, zamanında Ruben Vardanyanla olan işbirliyindən bağlı olan söhbətlərin də o aşkara çıxarılması uğrunda mübarizədə öz sözlərini desinlər, boyunlarını alsınlar. Qaynı nədir? Əbülfəz Məlikovun. Akop Aramyan yoxsa bir onu dəqiqləşdirin Zahir bəy. Broker Əbülfəz bilirəm, onun haqqında da. Onu türmədən də çıxartırlar da, bir il yatmadı içəridə. Bu güclər çıxartdı. Bəli. Abbas Abbasovun oğlunu 2 dəfə deputat seçdirənlər, bugün nazirliyə adam təyin edən. Ara Abramyanla işbirliyində olanlar. O Ara Abramyan ki, İskəndər füzələrini Rusiyadan alıb göndərirdi Ermənistana ki, Azərbaycanı vursunlar. Və onların da bunlarla işbirliyi ortadadır. İşbirliyində bariz nümunəsi Əbülfəz Məlikovun qaynı olması və Əbülfəz Məlikov da bunların bir nömrəli broker idi. Bütün Azərbaycana daxilinin gömrüklənmə işinin rəhbərliyini həyata keçirirdi. Qeyri-hökumət təşkilatlarına, siyasi partiyalar rəhbərlərinə də çamadanlarına pul daşıyırdı. Mətbuata da. Bəli. Bir əlavəniz olsun. Mətbuata da. Üçünə də Əbülfəz Məlikov bir qaynaqdan pul daşıyırdı. Bəli.